Deyir ki, adları sayıram, baxın. 8 dənə ad var, 5 dənə kitab var. Başqa bizə nə məlumat verir? Sonra keçir ipuclarına. Onda mən adları düzürəm. Sevil, Əhməd. Yəqin ki, ilk 2 hərfini yazmaq kifayət edir. Bir hərf yazmaq da olar. Sadəcə düşünürəm, əgər ki, daha rahat olsun deyə və yaxud da ki, eyni hərflə başlayan 2 dənə ad ola bilər deyə adların 2 hərfini yazırıq. Hüseyn, Gülay, Salih. 8 nəfər var, 5 dənə kitab var. Amma bunlar kitab alıblar. Deməli, hərə fərqli kitab düşmür də, bəziləri eyni kitab alır. Deyir ki, burada indi ipuclarını biraz ötürək. Bunlara qaydacam. Mənə deyir ki, 2 tələbə 2 alıb, 3 tələbə o kitabını alıb. Bu hərflər kitabların adlarıdır. Digər kitablarında hərəsini bir nəfər alıb. Onsuz burada 8 nəfər var. Baxın, bu adam sayını bilmək falan çox işimizə yarayır bizim. 8 nəfər var, 5 kitab var. Deyir 2 tələbə 2 alıbdır. 3 tələbə o alıbdır. O. Qalanlarında 2 getdi, o getdi, 3 dənə kitab qalıb. Deyir, digərində hərəsini bir nəfər alıb. L-mı? Baxın, bunları toplayanda da eləyir 8. Deməli, hərəyə bir kitab düşür. İndi ipuclarına baxıram. Salih N alıbdır. Gəlirəm Salihə N yazıram, buradan N-ı silirəm. Sevil və Xalid eyni kitab alıb. Sevil və Xalidə mən ya gedib hərəsinə də 2 yazmalıyam, ya da hərəsinə o yazmalıyam. Belə olan halda mən gedirəm, onlara bir işarə qoyuram özüm üçün, eyni bir işarə. Məsələn, ikisinə də 3 bucaq qoyuram ki, bilim ki, mən bu cümləni qeydə çevirdim də, yəni bir də bura qayıtmayacağam. Burada mən görürəm ki, onlara eyni bir kitab yazılmalıdır. Və ya indi ikisinə də 2 verəcəm, ya ikisinə də o verəcəm. Hələ ki, bilmirəm. Ən azından Sevinə Xalidə L və M düşməyəcək də, belə bir məntiq. Davam edirəm ipucları ilə. Simuzərlə Hüseyin K və O kitablarını almayıblar. K və O almayıblarsa, onda nə alıblar? Simuzərlə Hüseyin. Hüseyin də buradadır. K və O almayıblarsa, elə 2 dənə qaldı da. L və M alıblar. İndi hansını hansı alıb bilmirəm. L, M. İkisinə də yazıram elə. Kitabların ikisində, ikisi üstündə yazıram. Bilmirəm hansını hansı düşüb. Və davam edirəm. İpuclarım bitdi. L və M-ni da silirəm. Bu K və O-lar qaldı. İndi sualları keçməmiş biraz da istəyirəm ki, fikir yürüdüm. Deyirəm ki, məsələn də Sevinə Xalidə K düşsə nə olacaq? Sevinə Xalidə K düşsə, K-lar bitəcək. Əhmədə, Cahidə, Gülaya O qalacaq. Amma bəlkə elə Sevinə Xaliddə O-dur ikisində də. Onda əlimizdə 2, 1 O qalır. Onda bəlkə Əhməd 2-dir, Cahid O-dur, Gülay 2-dir. Bəlkə elə Əhməd özü O-dur, Cahidlə Gülaya 2 qalır. Deməli, versiyalar onda çox olur. Nəticə etibarilə burada bir neçə ehtimallar yaranır. İndi suallardan ora qaydacağıq. Keçək suallara. Deyir ki, 55-in A variantında Simuzərin aldığı kitab L-dır. Bizə nəyə soruşur? Mütləq doğrunu. Simuzər L alma ehtimalı var, amma M alma ehtimalı var. Bu doğru deyil də, bu artıq ehtimaldır. Ola da bilər, olmaya da bilər. Amma mütləq deyirsə, 100% olan. Gülay və Həsən eyni kitab alıb. Gülay hardadır? Burada. Həsən hardadır? Həsən deyə biri yoxdur sualda. Deməli, B variantı getdi. Əhməd və Cahid fərqli kitab alıb. Əhməd, Cahid. Baxıram əlimdəkilərə. Əgər ki, Sevinə Xalid K-ları alsa, Əhmədlə Cahid O-ları alar. Fərqli olmaz. Və yaxud da Sevinə Xalid lap O-ları alsın. Əhmədlə Xalidə yenə 2 dənə K qalır da. Əhmədlə Cahidə özür istəyirəm. K. Yəni, ola da bilər. Yəni, mümkündür bu. Amma olmaya da bilər də. Bəlkə Sevinə Xalid aldı O-ları. Bir dənə O qalıb axı. Cahidə O düşdü, Əhmədə K düşdü. Deməli, bu mütləq doğru sayılmır. Mütləq doğru sayılmırsa, keçirəm növbəti variantı. Deməli, bunları silirəm. Deyir ki, Simuzər və Gülay fərqli kitablar alıb. Simuzər və Gülay. Simuzər ya L, ya M götürübsə, Simuzər buradadır. Onlardan da onsuz bir dənə idi. L-dan da bir dənə də, M-dan da. Yəni, Gülayın onsuz onların eyni kitab alma şansı yoxdur. Simuzər ya L-nı götürüb, ya M-nı. Ondan da bir dənə idi. Əlbəttə ki, Gülayla eyni kitab alma şansları yoxdur. Fərqli olacaq. Gülaya lap K da düşsə, O da düşsə, Simuzərlə üstə düşməyəcək. D-nı götürürəm. Deyir, Sevilin aldığı kitab K-dır. Sevil buradadır. K ola da bilər. Bayaq dediyimiz kimi O da ola bilər. Deməli, biz bunu saymırıq. 56. Hansı mütləq səhvdir? Xalidin aldığı kitab K-dır.
Bayaq dedik ki, Xalidlə Sevil 2 ala bilər. Bu ola da bilər, olmaya da bilər. Gülay M alıb. Gülay hardadır? Gülayın M almaq şansı yoxdur. M Simuzərlə Hüseynin ikisindən birinə aiddir. Ona görə B variantı mütləq səhvdir. Deməli, baxıram, amma yenə də o biri variantlara baxmaq istəyirəm ki, 100% düz olsun. Sevil O alıb. Sevil O ala bilər, 2 də ala bilər. Artıq bunu bilirik. Gülay və Xalid eyni kitab alıblar. Gülay buradadır, Xalid buradadır. Ola bilərmi? Baxıram, məsələn, Sevillə Xalidə 2 versəm, Gülaya O düşəcək. Amma mənim əlimdə 3 dənə O da var idi da. Elə Sevilə də, Xalidə də, Gülaya da O verə bilərəm. Bu nə səhvdir, nə düz. Yəni ola da bilər, olmaya da bilər. Sevil və Cahid eyni alıb. Sevil və Cahid yəni eyni söhbətdir. O. Üçü də O ala bilər və yaxud da almaya da bilər. 57. Gülay əgər 2 kitabı alıbsa, bizə yeni bir ipucu verdi. Gülay əgər 2 kitabı alıbsa, onda deyir ki, hansı doğrudur? Deməli, bu şərt, məsələn, bu sual ola bilər ki, biraz yuxarıda da, bunlardan əvvəl də verilsin. 55-dən 56-dan əvvəl də verilsin. Amma ki, yəni bu sual, yenə də biz bu şərti sadəcə bu sual üçün keçərli hesab edirik. O biri sualları qatmırıq. Sadəcə bu sualın xətrinə gedib orada Gülaya 2 veririk, görək nə olur. Gülaya 2 verirəm. Gülay buradadır. 2-nin birini versəm Gülaya, nə olacaq? Qaldı 1-i. Onda Sevillə Xalidə 2 vermə şansım qalmır. Çünki bir dənədir. Onda Sevillə Xalidə O verirəm. Əlimdə qaldı 1, 2, 1 O. Əhmədlə Cahidə indi birinə 2, birinə O. Hansıdır bilmirəm. Bu vəziyyəti yaratdıq, gedək baxaq variantlara. Deyir, Əhməd 2 alıb. Mütləq doğrunu istəyir. Əhməd 2 ala da bilər, almaya da bilər. Xalid O alıb, Cahid O alıb. Bir dənə baxaq. Xalid baxın 100% odur. Cahidə O da yazmışam, 2 də yazmışam. Gedirəm Xalidi götürürəm, Cahidə atıram. O bir variantlara maraq üçün baxa bilərik. Sevil və Əhməd eynidir. Sevil, Əhməd. Sevillə Əhməd eyni ola da bilər, olmaya da bilər. Xalid və Əhməd fərqlidir. Xalid O'dur. Əhməd 2 olsa fərqlidir. O olsa yox. Deməli, yenə bu ola da bilər, olmaya da bilər.